Güvən bəlkə illərlə o güvəni qazanmaq olur, amma bir gündə məhv olub gedə bilər. Həyatımızın hər yerində olduğu kimi satış prosesində də eyni şeydir. Amma burada məsələ nədir? O güvəni formalaşdırmaq. Dediyimiz sözlərlə, verdiyimiz vədlərlə əməllərimiz üst-üstə düşməlidir. Yəni adam hiss eləməlidir ki, həqiqətən biz buna dəyər veririk. Biz buna diqqət göstəririk. Biz dediyimiz vaxtda məhsulun adamını çatdırdıq. Dediyimiz şərtlərlə çatdırdıq. Yəni o güvəni düzgün açıqlamalar, məhsul haqqında düzgün informasiyalar vermək, şirkət haqqında. Adam bilməli ki, biz nə qeyd elədik keçən dəfə? Deyirdik ki, məsələn, otellər ən çox nəyə fikir verir, önəm verir? Dağı başında bir oteldir. Çatdırılmasına bəzən heç qiyməti qalır bir kənara. Deyir, mənim məhsulumu məsələni mənə çatdıra biləcəksən, istəyir kosmetoloq olsun, nə fərqi var ki? Adam sabah tutar ki, bir pasiyenti gələcək, buna bu lazımdır, amma o hansına önəm verir? Daimə gələnə. O bilir ki, hər həftənin 4-cü günü siz onun yanındasınız. Artıq siz həmişə bir öndəsiz digər rəqibinizdən. Çünki o keyfi istəyəndə gəlir. Amma sizdə elədir ki, mütləq həmin günü gəlirsiniz. Adam arxayındır. Adam bilir ki, bu adam falan şirkətdən bunu tədarük edəcək. Bu adamlar dəqiqdirlər. Və güvən belə formalaşır. Həmin saatda gəlir. Hər həftənin 4-cü günü saat 11-də və ya saat 3-də bu adam mənim yanımda olacaq. Bu adam buna güvənir, bir güvən formalaşdırmısan. Ona görə sizə üstünlük verir. Bu reallıqdır, bunlar nağıl deyil. Yəni işi içində olan adamlar, bunlar birə-bir hər yerdə özünü göstərir. Yəni güvən deyir, həm biz güvənli olmaq istəyirik, biz güvən vermək istəyirik, güvən yaratmaq istəyirik müştəri yanında. Bu quru sözlərlə olan şey deyil. Bu bizim əməllərimizlə, iş fəaliyyətimizlə bu zaman bu şəkildə formalaşır.